Çünki bizim qonaqlarımız var. Hamımız qonaqlarımızı tanıyaq, xoş gəlmisiniz deyə. Uşaqlar, biz keçən dərsimizdə Həmləşə ölkəsinə səyahət etdik. İndi istəyirəm hamı monitora nəzər salsın və Həmləşə ölkəsinin sakinləri haqqında kim nə bilir, monitorda hansı sakinlərin görürük, adların kimi sayar. Kərim. Düzbucaq, düzbucaqlı, üçbucaq, beşbucaq, altıbucaq, oval dairə. Daha kim deyər? Ləman Elmir qızı. Oval dairə, üçbucaqlı, altıbucaqlı, dördbucaq, üçbucaq. Afərin uşaqlar. Bəs kim bu adlarını saydığımız Həmləşə ölkəsinin sakinlərinin adlarının quruluşuna görə kim təhlil edər? Adlarını quruluşuna görə kim təhlil edər? Üçbucaq, dördbucaq, beşbucaq, altıbucaq. Bunlar mürəkkəb sözlərdir. Oval və dairə isə sadə sözlərdir. Oval, dairə isə sadə sözlərdir. Uşaqlar, bu sadə dediğim mürəkkəb sözləri bir-birinə oxşar edən hissə hansı hissədir? Oxşar edən hissə Nilufər. Bütün hamısının sonuna bucaq hissəsi əlavə edilmişdir. Bütün yəni üç bucaq, dörd bucaq. Daha kim deyər? Aynur. Üç bucaq, dörd bucaqlı, beş bucaqlının sonuna bucaq hissəsi əlavə olunmuşdur. Bucaq hissəsi əlavə olunmuşdur. Bəs bucaq nəyə deyilir uşaqlar? Bucaq nəyə deyilir? Fərhad Elvin. Orta başlanıcı olan kiş və onun hüdudlandırılmış hissənin mövcudluğu figura bucaq deyilir. Afərin. Daha kim deyər? Fatimə. Bir nöqtədən çıxan üç sualın əmələ gətirdiyi figura bucaq deyilir. Bəs uşaqlar, Rəvandir. Orta başlanğıcı olan iki müxtəlif şua və onun hüdudlandırdığı müstəvi hissənin əmələ gətirdiyi figura bucaq deyilir. Uşaqlar, afərin. Bəs orada siz şua işlədirsiniz. Bəs şua nəyə deyilir? Şua nəyə deyilir? İbadov Elvin. Başlanğıcı olanlar ki, sonu olmayan düz xəttlər şua deyilir. Kim təkrar eləyər? Vaqif. Başlanğıcı olanlar ki, sonu olmayan düz xəttlər bucaq deyilir. Bucaq deyilir. Uşaqlar, bucaq haqqında daha kim bizə məlumat verər? Bucaq haqqında daha kim? Rəvanə. Fransız alim, riyaziyyatçı, astronom Pierre Ergon 1634-cü ildə bucaq işarəsini kəşf etmişdir. Kim təkrar eləyər? Ərkan. Fransız alimi, riyaziyyatçı Pierre Ergon 1634-cü ildə bucaq işarəsini kəşf etmişdir. Afərin. Daha kim bucaq haqqında bizə məlumat verər? Nilufər. Söz qızım. Nöqtənin figurun baş hissəsi elan edib ona təpə, şualarda isə tərəf adlandırılır. Afərin. Bu nöqtələri əlifbanın çap hərfləri ilə adlandırılır. Afərin. Adlandır. Bucaq, ABC bucaq. Afərin. Uşaqlar, bəs biz həyatda, ümumiyyətlə, hər hansı bir peşədə bucaq haqqında, bucaqlarla rastlaşırıqmı? Harada rastlaşırıq? Kim söyləyər? Emil. Cəmil yelkəni bucaq işarəsini alır. Cəmil, yelkənli bucaq işarəsi. Cəlil. İnsanlar gimnastika edərkən əlləri və ayaqları onların bucaq Afərin. Abad. Afərin. Kərim. Bolsa ayağını topa vurarkən onun ayağında bucaqlar əmələ. Ləman Elnur qızı. Qatının altında atılanda bucaq. Afərin. Ləman. Qatının altına atılanda Afərin. Xanım. təyyarənin qanatları bucaq
Bəs hansı peşələrdə daha çox rastlaşırıq? Peşələrdə, Rəvanə? Bənlər daş kərpici qaldıranda onda müxtəlif bucaqlar alınır. Rəvan? Kran bəzi əşyaları qaldırdıqda bucaqlar əmələ gətirir. Deməli, bəli. Müxtəlif peşələrdə, yəni bucaqlardan hər hansı bir dülgər işi gördükdə, belə bir müəllimin özü də lövhədə hər hansı bir yazı qeyd edikdə biz bucaq işarəsini alırıq. İdman dərslərində, müxtəlif idman növləri göstərəndə biz bucaq işarələrini alırıq. Uşaqlar, bəs monitora nəzər salırıq? Burada hansı bucaqlar göstərilir? Hansı bucaqlar göstərilir? Abbas? Düz bucaq, açıq bucaq, içi bucaq, Düz bucaq, açıq bucaq. Daha kim sayaq? Daha kim sadalayaq? Vaqif? kör bucaq, düz bucaq, açıq bucaq. Uşaqlar, gəlin onda biz bu oturduğumuz qruplara bucaqların adlarını verək. Birinci qrupumuz düz bucaq, ikinci qrupumuz iti bucaq, üçüncü qrupumuz kör bucaq, özünüzdə liderlər seçim qrupu var, dördüncü qrupumuz açıq bucaq. Liderlər seçim, hər qrupun lideri öz qrupunun adı ilə bağlı bizə məlumat verir. Mən düz bucaq qrupunun lideri nəzərlə alırım. Düz bucaq 90 dərəcəyə bərabər olan bucağa deyilir. Düz bucaq açıq bucağın yarısına bərabər. Mən iti bucaq komandasının lideri Abdullah Rəvan. İti bucaq 90 dərəcədən kiçik bucağı deyilir. Düz bucaqdan kiçik olan bucağı iti bucaq deyilir. Mən kör bucaq qrupunun lideri Fərman Bəyli. 90 dərəcədən böyük olan bucağa kör bucaq deyilir. Düz bucaqdan böyük, açıq bucaqdan kiçik olan bucağa kör bucaq deyilir. Bu açıq bucaq komandasının lideri Abdulzadə 180 dərəcəyə bərabər olan bucağa açıq bucaq deyilir. Açıq bucaq tərəfləri şuşalar və düz xəttə əmələ gətirən bucaqdır. Afərin uşaqlar, hər qrup öz haqqında bizə geniş məlumat verdi. Uşaqlar, biz bucaqlar haqqında az da olsa biraz məlumatımız oldu. Bəs onda biz bu bucaqları qurmaq üçün, ölçmək üçün nədən istifadə edirik? Bilirsiniz ki, kilometrin uzunluq ölçü vahidləri var, kütlə ölçü vahidləri var, tutum ölçü vahidləri var. Bəs bu bucaqlar necə ölçülür? Sizin fikrinizlə adlarını sadaladığınız bu bucaqların hansı daha əlverişli üsulla tez ölçüb qurmaq olar? Vaqif? Düz bucaq. Düz bucaq. Nəyə görə kim deyər? Aynur? Çünki düz bucağın dərəcəsi məlumdur. 90 nə az, nə çox 90 dərəcəyə bərabərdir. Bəli, düz bucağın dərəcəsi bizə məlumdur. Nə az deyil, nə də çox deyil. Uşaqlar, düz bucağın dərəcəsini tapmaq üçün və ya bizə verilən hər hansı bir dərəcəni düz bucaq qurmaq üçün biz bugün yeni bir alətlə, yəni günyə deyilən bir alətdən istifadə edərək ölçəcəyik. Uşaqlar, günyə yer üzərində nə qədər işlər görürsə, fikirlər görürsə, günyədən istifadə olunur. Yəni günyə ağ vərəq üzərində yuxarı çəkmək, yuxarı qaldırmaq və endirmək xətləri bir-birinə perpendikulyar birləşdirərək çəkilən düz bucaqları ölçmək üçün istifadə olunan alətdir. Dünya ilə dediyiniz kimi yalnız 90 dərəcəli bucaqları qurmaq və ölçmək olur. Uşaqlar, 180 dərəcəyə qədər olan bucaqları, yəni açıq bucaq, kör bucaq, iti bucaqlarını isə biz bugün ikinci bir alət, transporter deyilən bir alətdən istifadə edərək ölçəcəyik. Transporter fransız sözüdür, köçürürəm deməkdir. Transporter iki hissədən ibarətdir. Gördüyünüz kimi aşağı hissəsi xəttkeş, yuxarı hissəsi yarımkürəsinin iki hissəsi olduğundan xəttkeş və yarımkürəsinin birləşməsindən bizə transporter əmələ gəlir. Transporter növləri çoxdur. Slayda nəzər salsaq, dünyənin də növləri çoxdur, transporterin də növləri çoxdur. Yəni, bunlar müxtəlif olsalar da, bunların məqsədi, fikri, amma eynidir. Dərəcə ölçmək, dəqiq dərəcəni ölçmək və verilən dərəcədə dəqiq bucaqlar qurmaqdır. Biz hər hansı bir verilən bucağı və ya verilən dərəcəni qurmaq üçün transporterin mərkəzi nöqtəsini verilən bizə təpə nöqtəsi, yoldaşımız göstərdiyi kimi təpə nöqtəsinin üzərində düzgün yerləşdirərək verilən bucağı ölçüb biləcəyik. Uşaqlar, bu üçün bizim yeni mövzumuz bucaq
Uzaqlarını ölçməsi, hamı kitablarını atır. Uzaqlarını ölçməsi. Səhifə 86. Burada verilən algoritmləri Rəvani oxudunuz. Bucaq dərəcə ilə ölçülür. Bucaqları ölçmək və qurmaq üçün transporter və Cünyədən düzbucaqlı üçbucaq formalı xətkeşdən istifadə edilir. Cünyə düz bucaqları ölçmək və qurmaq üçün əlverişlidir. Transporterlə 180 dərəcəyə qədər istənilən bucaqları qurmaq və ölçmək olar. Transporterin mərkəz bucağı təpəsi olmaqla bucağın bir tərəfi üzərinə düzgün qoyulur. Bucağın digər tərəfinə transporter üzərindəki hansı bölgü üzərinə düşdüyü qeyd olunur. Bu bölgəyə uyğun ədəd bucağın dərəcələrlə ölçüsünü göstərir. Bucaqlar transporter vasitəsilə qurulur. Hər hansı bir nöqtəni başlanğıc qəbul edərək bir şüa çək. Bu şüa bucağın bir tərəfidir. Transporterin mərkəzini şüanın başlanğıc nöqtəsinə qoymaqla transporteri xəttin üzərinə düzgün yerləşdir. Transporter üzərindəki dərəcə bölgüsündən istifadə edərək istədiyiniz dərəcə uyğun olaraq nöqtəni qeyd et. Transporteri qaldır. Bu nöqtə ilə əvvəlcədən seçilən şüanın təpə nöqtəsini birləşdir. Bəli, uşaqlar. Gördüyünüz kimi lövhədə mən göstərdim. Dedi ki, verilən nöqtədən, təpə nöqtəsindən transporterin mərkəzini yerləşdirərək biz verilən bucağı dəqiq yerləşdirərək verilən bucağı dəqiq qururuq və ölçürük. Başa düşdük uşaqlar. Yeni mövzumuz Cünyə və transportla bucaqların qurulması və ölçülməsi. Kitabımızda tapşırıq bir. Bucaqları transport ilə ölç və növünü yaz. Dəftərlərimiz açın bu tapşırığı yerinə yetirək. Dünyadan transport edəcək istifadə edib ölçəcəksiniz. Verilən şəkillərin üzərində transportla istifadə edərək şəkilləri ölçün, dərəcələrini dəftərinizə qeyd edin. Lövhədə göstərdiyimiz kimi bucaq işarəsi qoyub, adlarını yazıb, dərəcəsini də qablarından qeyd edin. Hansısan transportun? Yazdın xanım? Aferin. Aferin xanım. İşlədik uşaqlar. Deməli bizim birinci bucağımız ABD bucağı. Düz bucağı. Aferin. İkinci bucağımız M. Bəli, ölçün uşaqlar. Yox, sabit düz ölçülür. 50 dərəcə deyil, sabit 45 dərəcədir. ROP bucağımız 130 dərəcə. Başa düşdünüz uşaqlar? Ona gəlib biz hamı işlədim işini. Gəlin qruplarla bircə işləyək. Belə bizim qruplarımız necə işləyəcəklər? Düz bucaq qrupunun işi. Arkadaşlar benim. İki bucaq. Dört bucaq. Ya.
tapşırıqları düzbucaqlının 6'da 1 və açıq bucağın 9'da 1 hissəsini tap və müqayisə et. Şəkil çək, izah et. İti bucaq saat əqrəbini elə tutaq ki, verilmiş ölçüdə bucaq alınsın, nəticəni elektron saatlar göstər. İkinci tapşırıq, verilmiş şəkillərdə bucaqları öz adlarını yaz və adlandır. Üçüncü qrupun işi, çorbucaq, əl şəkli çək, istədiyiniz bir uşağın əlini çəkirsiniz. Parmaqlarını əmələ gətirdiyi bucaqların ölçüsünü, adını yaz. İkinci tapşırıq, AOD bucağını öz, DOD və BOD bucaqlarının qiymətini tap. Açıq bucağın işi, L bucaqlarını bir-biri ilə düz xətt parçaları ilə birləşdirir. Alınan simvolun bütün bucaqlarını və ölçülərini yazır. İkinci tapşırıqları, transport köməyi ilə verilmiş ölçülərdə bucaqlar qur və adlarını yazır. Sərgəli işləyin. Dəqiq ölçü dəqiq olsun. Maşallah, çocuklar yaxşı işləyir. Maşallah olsun. Sağlıksız. Aferin. Vaxtınız bitmək üzrədir uşaqlar. Bitirmişsiniz? Afərin. Bitirənlər gəlsin lövhədə işiniz tərcümata başlayaq. Açıq buzaq, düz buzaq. Düz buzaq, başla. Mən düz bucaq komandasının lider nəzərinə alıram. Qeyd olunmuş nöqtələri birləşdirin.
və həmin şəkildə 10 bucaq tapmışıq. BAC bucağı 80 dərəcə, ABC bucağı 90 dərəcə, ACG bucağı 140 dərəcə, BCD bucağı 90 dərəcə, CGC bucağı 65 dərəcə, EF bucağı 80 dərəcə, EED bucağı 90 dərəcə, EFG bucağı 140 dərəcə, EDC bucağı 90 dərəcə, ECG bucağı 65 dərəcə. İkinci işimiz, düz bucağın 6'da 1 və açıq bucağın 9'da 1 hissəsini tap və müqayisə et. Şəkil çək və izah et. 90 dərəcənin 6'da 1 hissəsi 15, 180 dərəcənin 9'da 1 hissəsi 20'dir. Deməli, düz bucağın 6'da 1 hissəsi açıq bucağın 9'da 1 hissəsindən kiçikdir. Afərin. Afərin. Aynur. Komandasının lideri Abdülrəba. Saat əqrəblərini elə çək ki, verilmiş ölçüdə bucaq alınsın. Nəticəni elektron saatla göstər. 120 dərəcəli bucaq aldıqda saat 11:40, 90 dərəcəli bucaq aldıqda 02:58, 60 dərəcəli bucaq almaq istədikdə 08:56, 180 dərəcəli bucaq aldıqda isə 03:50 saat 50 olur. Və ikinci işimiz verilmiş şəkillərdə bucaqları ölç. Adlarını yaz və adlandır. ABC bucağı 100 dərəcə kör bucaq, HYC bucağı 60 dərəcə iti bucaq, HFG bucağı 75 dərəcə iti bucaq, MNL bucağı 130 dərəcə kör bucaq, LOP bucağı isə 115 dərəcə kör bucaq. Afərin. Kör bucaq qrupunun lideri Fərhalı Elmin. Hər şəkil çək, bucaqların əmələ gətirdiyi bucaqları ölç adını və ölçüsünü yazsın. Ən çəkik çəkmişik. Kimin əlində Fərhad Elvin? Özümün əlini seçmişim. Öz əlində. 30 dərəcə iti bucaq, 11 dərəcə iti bucaq, 35 dərəcə iti bucaq, sonuncuda 90 dərəcə düz bucaq. Neçə iti bucaq almışsan? 3 iti bucaq, Bir düz bucaq. AOC bucağı ölç, BOC və BOD bucaqlarının qiyməti da AOC bucağı 125 dərəcə iti bucaq, BOC bucağı 55 dərəcə iti bucaq, BOD bucağı 125 dərəcə kör bucaq. Afərin, afərin. Basıq bucaq komandasının lideri Abdulzadə Emin M bucaqlarını bir-biri ilə düz xətt parçaları ilə birləşdir. Alınan fiqurun bütün bucaqlarını ölç və ölçülərini yaz. LMM bucağı 119 dərəcə kör bucaq, MNL bucağı 32 dərəcə iti bucaq, MLM bucağı 32 dərəcə iti bucaq. Transporterin köməyi ilə verilmiş ölçülərdə bucaqlar qur və adlarını yaz. ABC bucağı 120 dərəcə kör bucaq, LMM bucağı 75 dərəcə iti bucaq, LOP bucağı 90 dərəcə düz bucaq, FLM bucağı 110 dərəcə kör bucaq, FCL bucağı 35 dərəcə iti bucaq. 35 dərəcə iti bucaq. Afərin uşaqlar. Çox sağ olun. Əyləşin. Mən istəyərdim hər qrup özünü qiymətləndirsin. Özünü qiymətləndirsin. Sözün üzərindən İsmail tərəf özünü qiymətləndirin. İti bucaq. Necə qiymətləndirirsiniz sözünüzü? Öz işimizi Gülərüz. Yaxşı qiymətləndirirsiniz. Xoşunuza gəldi. Öz işinizi bəyəndiniz. Hamı öz işini bəyənmiş olar yəqin ki. Afərin. Yaxşı, biz də sizin işinizi qiymətləndirmək üçün biz yeni bir iş işləyək. Azərbaycanın xəritəsi, sırayla baxın, nəzərə salırıq hamısılaydı. Azərbaycanın xəritəsidir. Mən o xəritədən hər bir qrupa verəcəm və bu xəritə üzərində siz Azərbaycanın paytaxtı Bakıdan müxtəlif şüalar çəkəsiniz rayonlara, şəhərlərə və orada adlarını və dərəcələrini qeyd edəcəksiniz. Hər bir qrup. Adi bir Azərbaycan xəritəsi paylanır hər bir qrupa. İstədiyiniz şəhərlərlə Bakını şüalarla birləşdirin və aldığınız bucaqlarını vaxtımız getdi uşaqlar. Rayonlarını, şəhərlərini yaxşı tanıyırım mən uşaqları.
istədiyiniz şüaları çəkə bilərsiniz. Şəhərlərlə, rayonlarla birləşdirə bilərsiniz. Kaçışı möhkəm tutsan, hər seçə bilməzsin. Afərin. Biraz tez vaxtımız gelir uşaqlar. Al vərəq verin sizə. Mənimizdə var. Böyük yağ. Tutamazsın, bir də uşaqlar tutamazsın da geçir. Qarda qanaşı sən tutuyorsan bura? Xatmaz Bakı Göyçay. Xatmaz Bakı Göyçay. Xatmaz Bakı Göyçay. Vaxtımız yaxınlaşır uşaqlar. Baş hərfləri yazın, vaxtımız getmir. Vaxtımız bitti. Uşaqlar. Düzdür komandası öz xəritəsi üzərində. Biz xəritə üzərində buzaqlar əmələ gətirmişik. Busar, Bakı, Şəki 19 dərəcə, İtibuzaq, Şəki, Bakı, Gəncə 16 dərəcə, İtibuzaq, Gəncə, Bakı, Xankəndi, Xocalı 18 dərəcə, İtibuzaq, Xocalı, Bakı, Lənkəran 53 dərəcə, İtibuzaq, Busar, Bakı, Gəncə 33 dərəcə, İtibuzaq, Busar, Bakı, Xocalı 50 dərəcə, İtibuzaq, Busar, Bakı, Lənkəran 150 dərəcə, Korbucaq, Şəki, Bakı, Xocalı 33 dərəcə, İtibuzaq, Şəki, Bakı, Lənkəran 84 dərəcə, İtibuzaq. Afərin. İtibuzaq komandası. Mən İtibuzaq komandasının üzvü Məsadə Rəvanə. Biz xəritə üzərində müxtəlif buzaqlar qurmuşuq. Quba, Bakı, Zaqatala 19 dərəcə, Mingəçevir, Bakı, Zaqatala 14 dərəcə, Qarabağ, Bakı, Quba 44 dərəcə, Biləsuvar, Bakı, Quba 85 dərəcə, Naxçıvan, Bakı, Qarabağ 18 dərəcə, Biləsuvar, Bakı, Qarabağ 38 dərəcə. Afərin. Mən Çoxzan qrupunun üzvü Niftayev Fidan. Biz xəritə üzərində müxtəlif buzaqlar yaratmışıq. Qusar, Bakı, Şəki 20 dərəcə, İtibuzaq, Şəki, Bakı, Gəncə 16 dərəcə,
iti bucaq. Gəncə Bakı Xankəndi İmati dərəcə iti bucaq. Xankəndi Bakı Lənkəran 50 dərəcə iti bucaq. Xankəndi Bakı Lənkəran 105 dərəcə çöl bucaq. Gəncə Bakı Lənkəran 70 dərəcə iti bucaq. Şəki Bakı Xankəndi 30 dərəcə iti bucaq. Qusar Bakı Xankəndi 53 dərəcə iti bucaq. Afərin. Xəritə üzərində göstər. Mən Açıq Bucaq komandasının üzvü Camalı Ləman. Biz xəritə üzərində müxtəlif bucaqlar əldə etmişik. Xaçmaz, Bakı, Göyçay 40 dərəcə iti bucaq. Göyçay, Bakı, Ağdam 20 dərəcə iti bucaq. Ağdam, Bakı, Biləsuvar 49 dərəcə iti bucaq. Biləsuvar, Bakı, Lənkəran 25 dərəcə iti bucaq. Xaçmaz, Bakı, Ağdam 63 dərəcə iti bucaq. Ağdam, Bakı, Lənkəran 60 dərəcə iti bucaq. Göyçay, Bakı, Lənkəran 84 dərəcə iti bucaq. Afərin uşaqlar. Afərin. Biz artıq xəritə üzərində də bucaqları qurduq. Dərəcəni tapdıq. Onlar da yapışın divardan. Lövhədən. Qoyun oradan belə. Özünüzü qiymətləndirdi. Mən də bütün qrupları qiymətləndirəcəm 2 işinə görə. Hə, Aylin? Xəritə üzərində işə əlavəmi etdim. Dediyimiz kimi bu ay fevral ayıdır və fevral ayında hamımızın yaddaşına qanlı bir faciə kimi hərc olunmuş Xocalı faciəsinin 23 illiyi olur. Bu faciədə Rusiyaya məxsus 366-cı alay və pulla tutulmuş quldur dəstələri Xocalıya hücum etmişlər və bunun nəticəsində bir çox insanlar şəhid olmuş, yaralanmış, uşaqlar atasız, anasız qalmışlar. Sen beni geleceğim, göreceğim mutlaka seni. Geleceğim, göreceğim mutlaka seni. Afərin uşaqlar. Daha kimin əlavə Aylin bu fikrinə uşaqlar? Daha kimin əlavəsi var? İbada bildin. Bunun nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfər isə qoca idi. Afərin. Bəs neçə nəfər itkin düşmüşdü uşaqlar? Neçə nəfər itkin düşmüş? Kərim? 275 nəfər. 275 nəfər itkin düşmüşdür. 150 nəfər isə əsir götürmüşdür. Neçə uşaq bir valideyni itirmişdi? Fidan? Fidan tamamilə məhv edilmişdi. 25 uşaq valideynlərdən ikisini itirdi. 130 uşaq valideynlərdən birini itirdi. Afərin. Daha kim əlavə edir? Daha kim Vaqif? Xocalı faciəsi əsl şah müsəlman soyqırımı adlanır. Daha kim Rəvanə? Xocalı faciəsi əsl şah müsəlman soyqırımı olmuşdur. Daha kim Aynur? Rus bastılar yanına, layla Xocalım layla. Düşdün güllə barana, layla Xocalım layla. Namərdi kim çağırdı, göydən ölüm yağırdı. Dillə demə çağırdı,
ucalır, Xocalın, ay Xocalın. Çox sağ olun uşaqlar. Siz bugünkü dərsimizdə Xocalı faciəsində yada saldınız və bütün sinifimiz adından, nəinki bütün sinifimiz, bütün məktəb kollektivi adından Xocalıda şəhid olmuş dinc əhalinin ruhuna rəhmət diləyək, Allah onlara rəhmət eləsin deyək. Məndə ola bir dənə də söyləyəcəm. Buyur. Bir də ki, Xocalı faciəsi soyğununda 5 milyard rubl dəyərdə ziyan vurulmuş. Ay sağ ol, bəli, bəli, afərin uşaq, çox sağ ol, bəli. Onda hansı tarixə əsasən idi uşaqlar? O nə vaxtın rubl bizim hansı dövrəsidir, Aynur? 1992-ci il fevral aprelin 1-də Tayland qiymətlərinə 500 milyard rubl dəyərində ziyan vermişdir. Bəli, çox sağ ol. Mən istəyərdim elə sizin işinizin, bütün işlərimizlə birlikdə bu Xocalı da yada saldıq, bir daha xatırladıq, işinizi qiymətləndirəm. Düz buzaq qrupu, buzağı hərflərlə işarələyir, adlandırır. Buzağın günyə və transport vasitəsilə dəqiq ölçür, verilmiş ölçülərə uyğun buzaqlar qurur. Və gördüyünüz kimi qrupların işi məni çox qane etdiyi üçün onların bütün səviyyəsi 4 səviyyə ilə qiymətləndirilir, nəticədə 4. İti bucaq, bəli, onlar da çox sərbəst, çox düzgün işlədikləri üçün onların da qiyməti 4 ilə qiymətləndirilir. Kör bucaq çox aktiv idi. Demək ki, bütün qruplardan yaxşı işlədiyi üçün onları da 4 səviyyə 4 ilə qiymətləndirirəm. Nəticədə 4 alırlar. Bugün açıq bucağında işi çox fəal idi. O qrupu da mən bu bir qruplardan heç ayırmadım. Və istəyərdim ki, bütün qruplar mən sizi qiymətləndirim ki, qruplar bir-birlərini öz fikirləri ilə, öz smaitləri ilə qiymətləndirsinlər. Səni sualını yerə yetirdiyi üçün ona güləriniz. Afərin. Biz də İti Buzaq qrupunun işlərini yaxşı qiymətləndiririk. Yaxşı qiymətləndirirsiniz. Oldu uşaqlar. Deməli, biz artıq qiymətləndirdik, işimizi də qiymətləndirdik. Biz bugün bucaqların necə ölçülməsini, hansı alətdən istifadə edilərək qurulmasını öyrəndik. Uşaqlar, mən fikrimi bu işlərlə bağlı sizə belə bir fikir çatdırmaq istəyirəm ki, İtalyan fiziki, astronomu, dahi alimi Galiley çox gözəl bucaqlar haqqında, ümumiyyətlə riyaziyyat hər bir yerdə, təbiətin hər bir cüzəsində riyaziyyatla rastlaşdığımız üçün onun fikrini söyləmək istəyirəm. Təbiətin əvvəlcə onun dilini öyrənməmiş, onun dili riyaziyyat dilidir, onun işarələrini bilməmiş, öyrənmək, başa düşmək mümkün deyil. Bu işarələr riyaziyyatlı, riyazi dillə, bucaqlarla, üç bucaqlarla, çevrələrlə qurulur, ölçülür. Nə qədər çalışsan da bu insan vasitəsilə bunu başa düşmək mümkün deyil, bu işarələrin dilini bilməmiş. Bunu bizə dahi filosof, riyaziyyatçı Galiley yazmışdı və bunu sizin fikrinizə çatdırdım. Və uşaqlar, bir daha monitora nəzər salırıq. Kim bugünkü dərsdən nə əldə etdi, nə öyrəndi və nədən çətinlik çəkdi? Vaqif? Mən əldə etdim, o bilik əldə etdim. Öyrəndim ki, transporterlə və günyə ölçülməsi. Çətinlik çəkdim ki, azacıq transporterlə ölçmüşdüm. Afərin. Nihat desin. Mən öyrəndim ki, transporteri 80 dərəcəyə bərabər olan bucaqları ölçmək olur. Daha kim? Abbas. Öyrəndim ki, transporter 2 növdən ibarətdir. 2 hissədir. 2 hissədən ibarətdir. Bir yarım, kürəcikdən, bir də kəsəcikdən. Daha kim nə öyrəndi? Aynur. Bugün mən günyə və transporter haqqında məlumatlar əldə etdim. Onlarla ölçməyi və qurmağı öyrəndim. İlkin. Mən öyrəndim ki, transporter fransızca çox sürən deməkdir. Xanım. Mən öyrəndim ki, yalnız günyə ilə bucağı ölçürlər.
Aferin. Ləman nə öyrəndi? Öyrəndim ki, bucaqları transformator və günya vasitəsilə uçurlar. Bəs demək uşaqlar, bəs transporter nə deməkdir? Transporter nə deməkdir? Ərkan? Köprülər deməkdir. Fransız sözü köprüdən deməkdir. Aferin. Bəs necə ölçülük transporterdən necə istifadə edirik? Kim deyər, transporter necə ölçülük işlərimizi işlədik? Rəvan? Transporterin ortasını nöqtənin mərkəz nöqtəsini təpə nöqtəsinin üzərinə qoyuruq və düşən şanı rəqəmlər üzərində qeyd edirik. Aferin. Aynur əlavə etsin. Əvvəlcə transporterin mərkəzini nöqtənin bucağın təpəsinə qoyuruq və transporterin üzərindəki dərəcə bölgüsündən istifadə edərək istənilən dərəcədəki bucağı çəkirik. Bununla da biz transportdan istifadə edib bucağı əmələ gətiririk. Bəs günyədə necə istifadə etdik uşaqlar? Günyə nə deməkdir? Günyədə necə istifadə etdik? Ərkan? Günyədən ancaq düz bucağı ölçülür. Nəyə görə? Çünki onun dərəcəsi məlumdur. Onun dərəcəsi məlumdur. Uşaqlar, açın günyələrinizi qiymətləndirin. Günyələrinizi açın qiymətləndirin. İti bucaq qrupu dərsimiz bitdi. Dərs